Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün sizinlə əti pambıq kimi yumşaq, düyləri dəndən, ləzzətli, tərəvəzli ətli plov hazırlayıram. İstifadə edəcəyimiz ərzaqlar qoyun əti, qırmızı, yaşıl bibər, soğan, kök, konservləşdirilmiş qarğıdalı və yaşıl noxud. İlk öncə qazana ət əlavə edirik. Əti qazanda bir qədər tovluyuruq. Suyunu salsın və həmin suyu çəkdikdən sonra üzərinə çərək yağı əlavə edirəm. Doğradığım soğanı da əlavə etdikdən sonra ətlə soğanı bir qədər qovururuq. Qoyun ətinin yerinə mal əti də istifadə edə bilərsiniz. Hətta əti qaynatdıqdan sonra da plovda istifadə etmək olar. Mən bir qədər duru yağdan da istifadə etdim. Soğanı çox qızartmırıq, sadəcə ətlə birlikdə bir qədər qovururuq. Plovu hazırlayarkən istifadə etdiyim ərzaqların miqdarını tam dəqiqliyə videonun açıqlama hissəsində qeyd etdim. Ət və soğan yetəri qədər qovrulduqdan sonra üzərinə kök və bibər əlavə edirik. Qarğıdalı və yaşıl noxudu ən sonda əlavə edəcəyim. Təxminən 5-6 dəqiqədə kök və bibərləri əlavə etdikdən sonra qovururuq. Digər tərəfdə isə 200 qramlıq stəkan ölçüsü 2 stəkan basmati düyünü bol suda bir neçə dəfə yaxşı yuduqdan sonra plovda istifadə edəcəyik. Tərəvəzlər ətlə birlikdə bir qədər qovrulduqdan sonra üzərinə yaşıl noxud və qarğıdalı, ardından düyünü əlavə edirik. Sonra üzərinə zövqə görə duz, qara istiot əlavə edib qarışdırırıq. Sonra üzərinə çıxacaq qədər su əlavə edirik. Orta odda qazanın qapağını bağlayırıq və plovun suyunu çəkməsini gözləyirik. Plov suyunu çəkdikdən sonra yenə də bir dəfə qarışdırırıq. Plovun yaxşı dəm almasını istəyirsinizsə, hər hansı bir dəsmal və ya mətbəx salfetindən istifadə edə bilərsiniz. Qapağı həmin salfetə və ya dəsmala bükdükdən sonra qazan üzərinə yerləşdirib van modda plovun dəm almasını gözlədik. Budur, artıq plov hazırdır. Süfrəyə verə bilərik. Düyləri dəndən, əti pambıq kimi yumşaq, görünüşü isə göz oxşayan, inanılmaz ləzzətli, dadlı, ətli və tərəvəzli plovumuz hazırdır. Sizlər də bu ləzzəti heç olmasa bir dəfə hazırlayın. İnanın, uşaqdan böyüyə bu plovu hər kəs çox sevəcək. Sizlərə bütün səmimiyyətimlə söyləyirəm, yediyim ən ləzzətli plovlardan biridir. Dəyərli izləyicilərim, bugünlük bu qədər. Kanala abunə olub, videonu bəyənməyi unutmayın.